Ondan sonra gəlin özümüzə bir yol tutalım. Kimlə mən İmam Hüseyin əleyhissalamın ardıcıllarının intiqamını almaq istəyirəm? Kimlərlə? Şimirlərlə, Sənanlarla, Şəbəslərlə, Ömər Səddlərlə, kimlə alım? Rüfaya da məsələn İmam Hüseyin əleyhissalamın intiqamının iddiasında durmuş ki, mən İmam Hüseynin qatilləri ilə döyüşəcəm. İlk iqtida eləyib ona beyyət eləyən Şimr idi. O baxmış o hissəsinə deyir ki, ömrümdə belə bir ləzzətli namaz qılmamışdım. Rüfaya sənə iqtida elədim. Malikəşlərin oğlu deyir, ha, Rüfaya sən bir zaman İmam Hüseynin intiqamını almaq istəyirdin. İndi gör kimlə bir cəbhədə döyüşürsən. Əgər bir cəmiyyətdən İmam Hüseyinçilərin tərəfində duranlar hələ ateistlə mömini ayırt eləyə bilmirlərsə, biz Rüfaya yolu tutmayalım. Biz Şəbəslərlə beyyət eləməyəyik. Bizim Sənanlara beyyətimiz yoxdur. Bizim o həqiqət haqqın tərəfində duran kişilərlə beyyətimiz var. Onun ki sahibi Həzrət İmam Zaman əleyhissalamdır. İmam Zaman əleyhissalamın da nəsiyyət elədiyi və saydığı xüsusiyyətlərə malik olan, simalara malik olan şəxsiyyətlər var.